Azərbaycanın bir sıra dövlət qurumları nümayəndələrinin Rusiya sülh məramlarının müvəqqəti yerləşdirildiyi ərazilərdə təbii sərvətlərin talanması ilə bağlı monitorinqinə maneə törədilməsinə qarşı etirazlar artıq 5 gündür davam edir. Bugün isə Azərbaycan monitorinq qrupunun təhqiqatlarına yenidən şərait yaradılmayıb. Bu isə qeyri-hökumət təşkilatı fəallarının aksiyalarını davam etdirmələri üçün bir tutarlı faktdır. İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərgold Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələrindən ibarət heyət bugün Rusiya sülh məramlılarının qərargahında görüş keçirib. Lakin bu görüşdə nəticəsiz başa çatıb. Görüşdə əvvəl təqdim olunmuş yol xəritəsinə uyğun olaraq Qızıl Bulaq, Qızıl və Dəmirli mis molibden yataqlarında başın keçirilməsi, müvafiq monitorinq və inventarizasiya işlərinin həllinin keçirilməsi vacibliyi bildirilmişdir. Təəssüflər olsun ki, adı çıxılan yataqlarda baxışın həyata keçirilməsi üçün şərait yaradılmağından qarşıya qoyulmuş vəzifə icra olmamışdır. Bütün bu baş verənlərin fonunda qeyri-hökumət təşkilatları fəallarının dekabrın 12-sindən başlatdığı aksiya bugün də davam edib. Aksiya iştirakçılarının qərarı qətidir. Soyuq havaya baxmayaraq fəallar gecə-gündüz demədən aksiyanı davam etdirmək niyyətindədirlər. Biz o monitorinqlərin keçirilməsinə nail olmayınca geri çəkilmə fikrimiz yoxdur. Hamı buradadır, özünüz də qeyd etdiniz. Əlavə də hamı Azərbaycan hər yerindən bura gəlib bu etiraza qoşulmaq, bizə dəstək olmaq istəyir. Gələ bilməyən belə hamısı ürəyi buradadır, ruhu buradadır. Biz bu Azərbaycanın vətəndaşıyıqsa, Azərbaycanın maraqlarını və təbii sərvətlərinin qorunmasına qarşı həmişə biz fəal olmalıyıq. Var gücümüzlə bu aksiya sona qədər davam edəcək və dinc sivil şəkildə biz bu aksiyada iştirak edirik. Aksiyaçılar axşam saatlarında da etiraz səslərini duyurmağa davam etdilər. Ekoloji terrora yox deyirik və ekoloji terrorun bitəcəyi günə qədər də burada dayanırıq. Dayandığımız həmin bu yoldan, Şuşadan Xankəndiyə və Laçına gedən yoldan artıq bir neçə gündür ki, mütəmadi olaraq Rusiya sülh məramlarına məxsus maşınlarda həm ermənilərə humanitar yardım, həm də sülh məramlıların özlərinə təminat yüklü yük maşınları keçir. Rus sülh məramlıları humanitar yükləri daşımaq məqsədi ilə bugün bir neçə dəfə yolu açıblar.